Deməli, əl getdi. Hər biri salamlayam, ilk növbədə salam verdim. Elə salam verəcəydim, deməli söz çıxdı ağzımdan, yəni qarşılıq oldu. Deməli, YouTube-da mahnı axtarırdım. Xoşuma gələn mahnı. Baxıram 1 milyonluq, yəni 1 milyon, 10 milyonluq baxış yığan mahnılara 1 milyonluğa baxdım lap. Heç bir yəni qətiyyən xoşuma gəlmədi, belə deyim. Birdən qarşıma 197 baxış yığmış bu cür başlıqlı bir mahnı çıxdı, rap çıxdı daha doğrusu. Girib izlədim. Gördüm ki, həqiqətən də rap adamı uçurur da bu rap. Başa düşdünüz necə? Adamı uçurur bu rap. Möhtəşəm də ümumiyyətlə, yəni bu adam yaradıb da əsl bildiyimiz Ləzzət Ələqəsi qankara. Dedim bana reaksiya çəkib paylaşacağım. Mahnının tam versiyası, rapin tam versiyası Yok 2 adlı bir kanaldadır. Sağ tərəfdə görürsünüz o kanalı. Keçib oradan izləyə bilərsiniz. 197 baxışı var. Bu nə deməkdir? Bilirsiniz nə deməkdir? Bu 197 baxış heç nədir yəni. 197 nəfər bax. Bəlkə də 197-nin 50-si mənəm. Çünki 50 dəfə mən girib mahnıya axıra kimi qulaq asmışam. Həqiqətən çox ləzzət eləyir, çox superdir. Girib izləyin, kanala da abunə olun, dəstək verək qardaşımıza. Reaksiya verəcəm də buna. Baxaq bir də həqiqətən möhtəşəm olsun. Bir də nuaşniklərimizi taxaq ilk növbədə. Əsas bulardır. Bunları yaddan çıxarma olmaz. Birini taxacam. Çoxu ziyandır yəni. Öz səsimi də eşitdim də. Keçdik videoya. Bu arada Shuzi. Ay mən nə deyirəm? Burada yazılan söz, qısa və konkret. Onun kanalının keçmiş adı olub, indi UG2'dir kanalının. Yəni əvvəllər S-H-I-S-U olub. Yəni belə olub. Burada yazılan kimi olub. Mən düzləyə bilmirəm. Yaxşı kanalın adını dəyişmişsən qardaş. UG oxuya bilirik rahat. İzləyək. Oldum sensiz, yordun məni. Bu arada rapin adı Yoruldum Mən. Yəni çox möhtəşəm. Dəqiqətən də yorulmuşam. Kollejdən tezə gəlmişəm. Sırf mənə məxsus deyə buna reaksiya verin. Yordun məni. Ya. O mahnının keyfiyyətinə baxın bir dənə. Oldum sensiz, boşdum mən. İçim dolu. Başlığa fikir verməyin. Ne yazmışam? 1 nömrəli reper. Elə 1 nömrəli reperdir valla. Neyse fikir verin ya da. Ya həqiqətən də halaldır, yaradıb. Həqiqi deyirəm də. Yəni ilk repi də özdə. Məncə məşğul oldu neçə vaxt bununla. Bunu biləm ki, bunda rahat əziyyət çəkib. Bu öz yazıb özdə. Səs də özünündür ya. Yəni nəinki özü yazdı, hətta səs də özünündür belə deyim. Sırf buna məxsusdur. Bu şəxsə məxsusdur, Kamrana məxsusdur. Buna məxsusdur deyirəm. İndi baxır qaqaş videomuzda deyəcək ki, nə deyir, bu nə danışır bu? Nə deyirsən? Bu amma xoşdum mən. Sən olmadan başqası oldum mən. Oldum sensiz, yoxdum mən. Oldum sensiz, boşdum mən. Arxa fonda bir dənə baxın klipə. Zordur yəni bu yazı stili falan. Ümumiyyətlə yaradırsan da qaqaş, nə deyəsən, dəstək olmaq lazımdır. Keçin bir dənə like atın, 100 like çatdırır o repi, heç olmasa. Mən bilirəm ki, istəsək bacararıq. Dolu amma xoşdum mən. Sən olmadan başqası mən. Dum sensiz, yoşdum mən. Neyse mənlik deyil. Oldum sensiz, boşdum mən. İçim dolu amma xoşdum mən. Sən olmadan başqası oldum mən. Oldum sensiz, yoxdum mən. Bu hissəsi ən sevdiyim yeridir yəni. Çox ləzzət eləyir. Bir də diqqətlə qulaq as. İçim dolu amma xoşdum mən. Gecələr sənsiz yoxdum mən. Sənsiz adını qoydum mən. Xatirələrlə boğuldum mən. Küçələrdə tək donurdum mən. Gülüşünü gizlədib solurdum mən. Sənsiz gecələrdə yoruldum mən. Adını hər dəfə sorurdum mən. Oldum sənsiz, boşdum mən. Qaqam, belə məsləhət vermək kimi olmasın ya da sənin nəsə öyrətmək kimi falan olmasın. Məncə bu səndə möhtəşəm alınırsa, ayrı bir dənə mahnı kanalı aç. İnan, paylaş bunları qulaq asım özüm üçün. Həqiqi deyirəm. Qoy bir baxış gəlsin. O bir baxışda yəni gəlsə bil ki, səni dinləyən var. Davam elə qardaş. Bu qulağım ağrıdı, bunu keçirdəcəm daha. Yoruldum mən. Sən olmadan başqası oldum mən. Yoruldum mən. İçim dolu amma xoşdum mən. Yoruldum mən. Sən gedəndə qırıldım mən. Yoruldum mən. Sən mənsiz, mən də sənsiz. Səhvlərim vardır sənə hədsiz.
Sən olmadan oldum mən dərdsiz. Bu mahnıda olsun sənə sürpriz. Sənsiz gecələri vurdum mən. Başımı divarlara vurdum mən. Yox, hoca burada çox oldu. Başımı falan divara vurmamışım, yox. Elə sən də eynən vurdum mən. Ona görə yoxsan vurdum mən. Oldum sənsiz boşdum mən. İçim dolu amma xoş. Bu yavaşlatıcı hissələr var, Qaqaşın səsi möhtəşəmdir deyə ləzzət eləyir adama həqiqətən. Xoşdum mən. Sən olmadan başqası oldum mən. Oldum sənsiz yoxdum mən. Oldum sənsiz boşdum mən. İçim dolu amma xoşdum mən. Sən olmadan başqası oldum mən. Oldum sənsiz yoxdum mən. Oldum sənsiz boşdum mən. İçim dolu amma xoşdum mən. Sən olmadan başqası oldum mən. Oldum sənsiz yoxdum mən. Oldum sənsiz boşdum mən. İçim dolu amma xoşdum mən. Sən olmadan başqa. Bir sözlə möhtəşəm. Halaldır. Həqiqətən də yəni bilməzdim də ki bu cür yaradıcılar var. Bunun davamı gəlməlidir, bilirsiz necədir? Bunun ya ikinci hissəsi yoruldum mən 2. Ya da ki yorğunam mən elə 1. Yaratma olar nəsə elə bir şey yəni. Bu tip olsun da amma musiqisi tam möhtəşəm. Yəqin ki süni intellekt amma ki onu uyğunlaşdırıb rep demək də çətin məsələdir. Edit tam başqa, klip super, videonun baxışı zibil kimi. 197 baxışı nədir? 197 baxışığa mahnı olar, özü bu qədər əziyyət var. Nəysə, keçək Qaqaşımıza dəstək olaq. Yox 2D kanalının adı. Yəni üstə yoruldum mən yazsa yəqin ki çıxar YouTube-da. Məncə çətin çıxar çünki baxışı azdır. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmayı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz. Kamran, əsl adı Kamrandır. Yəni UX deyim. Sənə də uğurlar arzulayıram. Bilirəm ki yəni çox möhtəşəmdir. Onu deyə bilərəm də. Yəni bilirəm ki çox möhtəşəmdir. Sözə bax. Yəni onu deyə bilərəm ki çox möhtəşəmdir. Halal olsun sənə. Həqiqətən Azərbaycanda bu cür gənclər görmək çox möhtəşəmdir. Çox. Halal olsun. Sağ olun dəyərli izləyicilər. Gələn videoda görüşmək ümidi ilə. Unutmayın, hər biriniz sevilirsiniz. Oldum sənsiz yoxdum mən. İçim dolu amma xoşdum mən. Gecələr sənsiz yoxdum mən. Sənsiz adını qoydum mən. Xatirələrlə boğuldum mən. Küçələrdə tək donurdum mən. Gülüşünü gizlədib solurdum mən. Sənsiz gecələrdə yoruldum mən. Adını hər dəfə sorurdum mən. Oldum sənsiz boşdum mən.